İranın ruhani rejimi hazırda ABŞ-İsrail birgə hücumlarında öldürülən ali rəhbər Ayətullah Əli Xamneyinin varisini tapmaq cəhdləri ilə üzləşir. Yenavaz.com CNN-ə istinadla xəbər verir ki, təxminən 40 ildir ki, dəmir yumruqla hakimiyyətdə olan veteran liderin rəsmi olaraq elan edilmiş varisi yoxdur. Bunun əvəzinə Ekspertlər Şurası kimi tanınan 88 yüksək vəzifəli ruhanidən ibarət seçilmiş bir qurum növbəti lideri seçəcək. Bu, İslam Respublikası 1979-cu ildə qurulduğundan bəri, yəni son 47 il ərzində Ayətullah Ruhullah Xomeyninin vəfatından sonra Xamneyinin tələsik seçilməsindən bəri ruhani orqan tərəfindən yalnız bir dəfə yerinə yetirilən bir vəzifədir. Stat: Hakim dairələr respublikada sabitlik nümayiş etdirmək üçün tez bir zamanda hərəkətə keçmək istəyəcəklər. Şura üzvlərini Xamneyinin yerinə kimin təyin ediləcəyini müəyyən etməzdən əvvəl mümkün namizədlər barədə müzakirə aparmaq üçün tezliklə toplaşacaqları gözlənilir. Lakin ABŞ prezidenti Donald Trumpın rejimə qarşı ABŞ-İsrail birgə bombardman kampaniyasını qarşıdakı günlərdə də davam edəcəyinə söz verdiyini nəzərə alsaq, onların hər hansı bir toplantıya risk edib etməyəcəyi bəlli deyil. Bildirilir ki, şura üzvləri konstitusiyada nəzərdə tutulan tələblərə cavab verən bir varis seçməlidirlər. Yeni lider kişi siyasi səriştəyə, mənəvi səlahiyyətə və İslam Respublikasına sadiq olan bir ruhani olmalıdır. CNN ekspert və analitiklərdən əldə etdiyi məlumatlar əsasında bu vəzifəyə iddialı olan bəzi namizədlərə nəzər salıb. Müçtəba Xameneyi. Xameneyinin ikinci oğlu Müçtəbanın pərdarxası əhəmiyyətli təsirə malik olduğu və ölkənin ən güclü hərbi qurumu olan İslam İnqilabı Keşikçiləri Korpusu, eləcə də onun bəs könüllü paramilitar qüvvələri ilə güclü əlaqələr olduğu bilinir. Lakin atadan oğula varislik Şiə müsəlman ruhani idarəçiliyində və xüsusən də geniş şəkildə tənqid olunan monarxiyanı devirdikdən sonra yaranan inqilabi İranda pis qarşılanır. Əlavə bir maneə Müçtəbanın yüksək vəzifəli ruhani olmaması və rejimdə heç bir rəsmi rolunun olmamasıdır. O, 2019-cu ildə ABŞ tərəfindən sanksiyaya məruz qalıb. Əli Rza Ərəfi, daha az tanınan bir şəxs olan Ərəfi, dövlət qurumlarında iş təcrübəsi olan tanınmış bir ruhanidir və eyni zamanda Xamneyinin yaxın adamlarından biri olub. O, hazırda Ekspertlər Şurasının sədr müavini vəzifəsində çalışır və seçki namizədlərini və parlament tərəfindən qəbul edilən qanunları yoxlayan güclü keşikçi şurasının üzvü olub. O, həmçinin İranın dini icma sisteminin rəhbəridir. Yaxın Şərq İnstitutunda Alex Vatankanın sözlərinə görə, Xamneyinin Ərafini yüksək və strateji cəhətdən həssas vəzifələrə təyin etmək istəyi onun bürokratik qabiliyyətlərinə böyük inam bəslədiyini göstərir. Buna baxmayaraq təhlükəsizlik qurumları ilə yaxın əlaqələri olmadığı məlumdur. Məhəmməd Mehdi Mirbağeri. Mirbağeri sərt xətt tərəfdarı olan ruhani və ruhani hakimiyyətinin ən mühafizəkar qanadını təmsil edən Ekspertlər Şurasının üzvüdür. Fəallar şəbəkəsi olan İran Wire'ın məlumatına görə, o, qərbə qəti şəkildə qarşıdır və inancçılarla kafirlər arasında münaqişənin qaçılmaz olduğunu inanır. Hazırda o, şimaldakı müqəddəs Qum şəhərindəki İslam Elmlər Akademiyasına rəhbərlik edir. Həsən Xomeyni. Xomeyni İslam Respublikasının qurucusu Ayətullah Ruhullah Xomeyninin nəvəsidir və bu da ona dini və inqilabi legitimlik qazandırıb. O, Xomeyni məqbərəsinin mühafizəçisi kimi çalışır, lakin dövlət vəzifəsi tutmayıb və ölkənin təhlükəsizlik aparatı və ya hakim eltasına az təsir göstərib. O, həmkarlarının çoxundan daha az sərt xətt tutması ilə tanınır və 2016-cı ildə Ekspertlər Şurasının namizədliyini irəli sürməkdən məhrum edilib. Həşim Hüseyni Buşəhri. Buşəhri varisliyi idarə edən qurumlarla, xüsusən də birinci sədr müavini vəzifəsində çalışdığı Ekspertlər Şurası ilə sıx bağlı olan yüksək vəzifəli bir ruhanidir. Onun Xameneyiyə yaxın olduğu, lakin ölkə daxilində az tanındığı məlumdur. Həmçinin İslam İnqilabı Keşikçiləri Korpusu ilə güclü əlaqələri də yoxdur.